Herkese salam. Güvən test toplusunun 2024-2025 buraxılışına bərabər təcilli hərəkətə baxacağıq. Bu günlərin bildiyiniz kimi hər gün test toplusundan, güvən test toplusundan variant sualların izahını paylaşırıq. Kanalımıza keçib, oradan bütün sualların izahına baxa bilərsiniz. Bütün variantların izahına baxa bilərsiniz. Zəhmət olmasa bəyənib, yorum yazıb, kanala abunə olmağı unutmayın. Gəlin başlayaq. Düzxətli bərabər təcilli hərəkət test A. Birinci sual. Aşağıdakılardan hansı ani sürətin vahididir? Bilirik ki, sürətin vahidi metr bölü saniyədir. B variantı. Metr bölü saniyə üstü mənfi 2 ifadəsi hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Yəni, üzərində mənfi olanları bilirik ki, məsələn, saniyə üstü mənfi 1-i biz 1 bölü saniyə kimi yaza bilərik. 1 bölü saniyə kimi yazılır. Eyni şəkildə metr vur saniyənin üstü mənfi 2-ni metr bölünsün saniyənin üstü müsbət 2 yaza bilərik. Bu da bizim təcilimizin vahididir. 3. Sürətin dəyişmə yerini xarakterizə edən təcildir. Bilirik ki, təcil yalnız sürət dəyişən zaman yaranır. Məsələn, bərabər sürətli hərəkətdə sürət dəyişməyib, çünki bilirik orada sürət və qiymət və istiqamətcə sabitdir. Belə olan halda, bu halda da təcilimiz 0-a bərabərdir. 4. Aşağıdakı bu ifadələrdən hansı və ya hansılar doğrudur? Təcil və sürət eyni istiqamətdə yönəldikdə cismin sürəti artır. Bu doğrudur. Yəni, eyni istiqamətdə yönələndə təcil və sürət. Ümumiyyətlə, cisim başlayır, yeyinləşən hərəkət eləyir. Yəni, yeyinləşən hərəkətdə də sürət artır. Bir doğrudur. 2 tam tərsidir. Təcil modulca sabit qaldıqda cismin sürəti sabit qalır. Yox, ümumiyyətlə, təcilin sabit qalmaq o deməkdir ki, cisim bərabər təcilli hərəkət eləyir. Bərabər təcilli hərəkətdə isə sürət sabit qalmır. Sürət dəyişir, artır və yaxud da azalır. Ona görə də olacaq D variantı, yalnız 1. Düzxətli bərabər təcilli hərəkətdə cismin təcilinin düsturu bilirik ki, təcil A bərabərdir, delta V bölünsün T'dir. Yəni, vahid zamandakı sürət dəyişməsidir. Sürət dəyişməsi də nədir? Son sürət çıx başlanğıc sürət. Yəni, V çıx V0 bölünsün T'yə bərabər olacaq. Ona görə də D variantı 6. Düzxətli bərabər təcilli hərəkətdə yol yer dəyişmə düsturu. Bilirik ki, bərabər təcilli hərəkətdə yol yer dəyişmənin 3 dənə əsas düsturu var. S bərabərdir. Deməli, bu düsturları yazıram, burada qalsın. V0 T plus AT kvadratı bölünsün 2. S bərabərdir. V-nin kvadratı çıxılsın. V0-ın kvadratı bölək 2A. Üçüncüsü isə S bərabərdir. V üstə gələk V0 bölünsün 2 vurulsun T'yə bərabərdir. İndi baxsaq ki, bir yanlışdır. S variantı. Baxın, düz V0 T plus AT kvadratı bölək 2 S variantındadır. Cavabımız olacaq S variantı. Sonra gəlirik 7-ci sual. Buranı təmizləyək. Yanlışlıqla çıxdıq. 7. Düzxətli bərabər təcilli hərəkətdə cismin sürətinin proyeksiyasının hansı ifadə ilə təyin olunur? Yəni, bizdən bərabər təcilli hərəkətdə sürət istəyir. Bilirik ki, bərabər təcilli hərəkətdə sürətin zamandan asılılıq tənliyi var. Bunun necədir? V bərabərdir. V0 plus AT. Yəni, bərabər təcilli hərəkətdə sürət düsturudur bu. C variantı. 8. Sürətin zamandan asılılıq qrafiki verilib. Baxın, V bərabərdir. V0 plus AT-dir. V0-ımız 8-dir. A-mız isə 4-dür. Cismin təcilinin qiyməti nə oldu? 4. 9. Düzxətli hərəkət edən cismin sürət zaman tənliyi verilib. Yenə V bərabərdir V0 plus AT. V0-ımız nədir? 8-dir. A-mız isə 2-dir. Cismin təcilinin qiymətini istəyir, 2-yə bərabərdir. 10. Yerdəyişmən zamanın asılılıq qrafikini verib. Bizdən yenə təcili istəyir. Ümumiyyətlə, bayaq yazdım. Bu düstur nədir? Bunun əsas V0 T plus AT kvadrat bölək 2. Yəni, A T'nin kvadratının yanında olandır. Baxın, T'nin kvadratının yanında nə var? 2. Amma baxırsınız, bölək ikisi yoxdur. İndi sual verirəm. Neçə imiş ki, A 2-yə bölmüşük, məxrəcdəki 2 yoxa çıxıb, yuxarıda bir dənə 2 qalıb. Deməli, 4 imiş da ki, 4-ü bölmüşük 2-yə 2 qalıb. Deməli, onda bizim təcilimizin qiyməti nəyə bərabər imiş? 4-ə bərabər imiş. Sonra 11-ci sual. Sabit təcillə hərəkət edən avtomobil 5 saniyə ərzində sürətini 10 metr bölü saniyədən 30 metr bölü saniyəyə qədər artırıb. Deməli, onun son sürəti nə olub?
30 olub. Başlanğıc sürəti neçə imiş? Başlanğıc sürəti də 10-a bərabər imiş. Onda təcilимizin düsturu bəllidir də. V çıx V0 bölünsün T-yə bərabər idi təcil. V-miz nə qədər oldu son sürət? 30 çıxılsın 10, 20, 20 bölünsün 5 nə verir bizə? 4-ü verir. Cavabımız olacaq nə? 4-ə bərabər. Sonra 12-ci sual. 12-ci sualda düzxətli bərabər təcillə hərəkət edən avtomobilin sürəti 3 saniyə ərzində 15 metr/saniyədən 3 metr/saniyəyə qədər azalıb. Deməli, bunun son sürəti nəyə bərabər olub? 3-ə. Başlanğıc sürəti nəyə bərabər idi? V0 15 idi. Zaman neçədir? Zaman neçədir? 3 saniyədir. Bizdən yenə təcil istəyir. A bərabərdir. V çıx V0 bölünsün T. Deməli, başlanğıc son sürətimiz nəyə bərabərdir? 3-ə. T. 3 çıxılsın neçə? 15 bölünsün zamanımız da 3-dür. Burada mənfi 12 bölünsün 3 eləyir. O da mənfi 4-ə bərabər olacaq. Amma bizdən modulu istəyirdi. Elə müsbət 4 götürəcəyik. Sonra 13-cü sualda nə istəyir bizdən? 13-cü sualda düzxətli bərabər təcilli hərəkət edən cismin sürətinin zamandan asılılıq qrafik verilib təcil istəyir. Baxın. Bilirik ki, görürük ki, bütün hallarda sıfırdan başlayıb. Yəni, başlanğıc sürət sıfırdır, sükunət halından başlayıb. Fərqi yoxdur. Gəlin, məsələn, 40 nöqtəsinə görə baxaq. Baxın, bu nöqtəyə baxsaq, bu nöqtədə son sürət 40-dır, zaman nəyə bərabərdir? 8-ə bərabərdir. Təcil də düsturu nədir? V çıx V0 bölünsün T-dir. V0 mı 0-dır deyə yalnız V yazıram. V böl T. 40-a görə tapırdıq. 40 böl 8 nə eləyir? 5. Təcilimiz 5-dir. 20-yə görə də tapa bilərik. 20 bölünsün 20-yə uyğun zaman neçədir? 4. 20 bölünsün 4 yenə 5. Niyə görə belədir? Çünki demişdik axı bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkətə uyğundur. Bu sürətin qrafikinin belə olmağı ya belə olmağı bu şəkildə. Sonra 14-cü sual düzxətli hərəkət edən bizdən yenə təcil istəyir. Baxın, görürük ki, başlanğıc sürət neçə imiş? 30. 30 deyirəm, 10. Çünki 10-dan başlayıb sürəti azalıb. Elə bil ki, maşın tormozlanır. Maşın tormozlanır, getdikcə sürəti görürsünüz, gəlir sıfıra. Deməli, baxın, son sürət harda? Bizə 2 saniyə ərzində bu sürətin 10-dan 4-ə gətirib. Təcilimiz nəyə bərabərdir? A bərabərdir. V çıx V0 bölək T-dir. V çıx V A bərabərdir. V çıx V0 bölək T. Son sürətimiz neçədir? 4-ə gəlib. Neçədən 4-ə gəlib? 10-dan. Başlanğıc sürətimiz 10-dur. Zaman da 2-dir. Mənfi 6 bölək 2 mənfi 3-dür. Amma bizdən modulu istəyir deyə elə 3 götürəcəyik. Müsbət 3. 15-də yenə, baxın, təcil istəyir. A bərabərdir. V çıx V0 bölünsün T düsturu ilə hesablayacağıq. Baxın, bizim başlanğıc sürətimiz 6-dır, amma son sürətimiz neçədir? Gəlib bura. Baxın, çox vaxt uşaqlar burada cavabı 2 götürürlər. 2 burada zamandır. Bizə lazımdır bu V oxuna baxaq, sürət oxuna baxaq. Baxın, bu nöqtədə sürət oxuna görə gəlib 0-dadır, düşüb 0-a sürət. Yəni, bu son sürət 0-dır, başlanğıc sürət amma 6-dır. Yəni, amma 0 minus 6 bölək 2. Bu da mənfi 3 eləyəcək cavab. Yəni, təcilimiz mənfi, bu səfər modul istəmirdi, elə mənfi qiymətdə götürürük. Yenə 16. Sürətin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən təcili tapın deyir. Gəlin tapaq. Təcilin düsturunu yazıram. Əvvəlcə V çıx V0 bölək T. Birinci nə etməliyəm? Başlanğıc və son sürətləri təyin eləməliyəm. Bərabərdir. Bu da V0-dır. Ayaqqabı oxşadı. Baxın, başlanğıc sürət neçədir? 15. 15-dən gəlib neçəyə düşüb? Baxın, gəlib neçəyə düşüb? Mənfi 15-ə. Yəni, son sürətimiz mənfi 15-dir. Mənfi 15 çıxılsın başlanğıc sürət 15. Mənfi 15 çıx 15 zaman neçədir? Baxın, neçə saniyədir son? 6 saniyəyə bu gəlib bura. Bölək 6. Bu da mənfi 30. 6. Mənfi 30 bölünsün 5 nə eləyir? 6 nə eləyir? Mənfi 5. Əssalam, təcilimiz olacaq mənfi 5. 17-ci suala baxırıq. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən bizdən yenə təcil istəyir. A bərabərdir. V çıx V0 bölü T. Artıq düsturu yazmıram. Hamı əzbər bildi. Baxın, son sürət nədir? Mənfi 8. Başlanğıc sürət neçədir? Baxın, hardan başlayıb? 0-dan. Yəni, mənfi 8 çıxılsın
0, V çıx V0-dır. Neçə saniyə bu iş görülüb? 4 saniyə. -8 bölürəm 4-ə, o da mənə verir -2-ni. Cavabımız olur -2, C variantı. 18. Deyir ki, cismin hərəkət istiqamətinin neçə dəfə dəyişdiyini tapın. Ümumiyyətlə, hərəkət istiqamətini dəyişmək deyəndə, əgər sürətin zamandan asılılıq qrafikdirsə, sürətin zamandan asılılıq qrafikində istiqaməti necə dəfə dəyişib deyirsə, onda biz baxırıq ki, görək zaman oxu neçə dəfə kəsib. Məsələn, burada istiqaməti neçə dəfə dəyişdi? 1, 2, 3 dəfə. Çünki zaman oxun 3 dəfə kəsib. Amma bizdən S-in T-dən, X-in T-dən, yəni məsafəni istəyirsə, baxırıq ki, neçə də, məsələn, yenə belədir. Bu səfər baxırıq ki, neçə təpə nöqtəsi var. Baxın, 1, 2, 3 dənə təpə nöqtəsi var. Məsələn, deyirik ki, 3 dəfə istiqamət dəyişib. İndi bura baxıram ki, X-in T-dən asılıdır və mən təpə nöqtəsinə baxıram. Baxıram ki, burada təpə nöqtəsi yoxdur. Yoxdur. Bura təpə nöqtəsi deyil. Təpə nöqtəsi belə olan halda, yəni kəskin bir geri dönüş olarsa, bu X oxu istiqamətində yeyinləşən hərəkət edib, sonra X oxunun istiqamətində yavaşlayan hərəkət edib. Ona görə də burada cismin hərəkət istiqamətini dəyişməyib olacaq. Amma artıq burada X oxunun əksinədir. Çünki buna baxın. Bu yuxarı hərəkət eləyib əvvəlcə. Yuxarı X oxunun istiqamətində yavaşlayandır. Amma buradan baxsaq, buradan aşağı gəlib axı. Belə bir tənliyi yoxdur məsələn. Onda avtomatik bu gəlməlidir bu istiqamətdə. Yəni cisim X oxu istiqamətində yavaşlayan hərəkət edirdi. Sonra gəlib X oxunun əksinə yeyinləşən hərəkət edib. Ona görə də artıq bu cisim, yəni istiqamətini dəyişib. Əvvəl X oxu istiqamətində hərəkət edirdi, indi X oxunun əksinə hərəkət edir. Ona görə də bir dəfə istiqamət, çünki bir dənə nöqtə var. Bir dəfə istiqamətini dəyişib. Belə olan hallarda diqqət etmək lazımdır. Bəzən belə də olur. Sonra 19-cu sual. Sürətinin proyeksiyasının zamandan asılı cismin hərəkətini neçə dəfə istiqamət? Baxın, sürətin zamandan asılılıq qrafikində deyir hərəkət müddətində istiqaməti neçə dəfə dəyişib? Neçə dəfə kəsib zaman oxunun? 1, 2 dəfə zaman oxunun kəsib. Ona görə də cavabımız olacaq 2. 20. Baxın, yenə kəsməyə soruşur. X-in T-dən asılılıq qrafikidir. Yenə biz təpə nöqtəsinə baxırıq. Görürük ki, təpə nöqtəsi var, yoxdur. Eynən 18-ci sual kimi. Gəlin bir dəfə də başqa tərəfdən izah eləyək ki, tam dəqiq olsun. Baxıram ki, bu necə bir qrafikdir? Yəni, X oxu istiqamətində yavaşlayandır, elə deyil. Amma -x0-dan başlayıb. -x0-dan başlamağı onun istiqamətinin dəyişməyini göstərmir təbii ki. Yenə də cisim X oxu istiqamətində yavaşlayan hərəkət edir. Ona görə də burada istiqamətini neyini dəyişməyib olacaq Y variantı. 21-ci sual. Bərabər yavaşlayan hərəkətdə qrafik necə olurdu? Bu aydındır. Sürətin zamandan asılılıq qrafiki verildiyi kimidir. Cismin təcili harda modulca daha böyükdür? Baxın, təcilin düsturunu bilirik ki, V/T-dir. Buradan hamısını aşağı bir perpendikulyar endirirəm. Baxın, birini endirdim bəsdir. Buradan görürəm ki, bu bir bucaq olsa, burada bir bucaq olsa əgər, bucağı çəkməyə çalışacağım. Bizə çox incə bir xətt lazımdır görməyimiz üçün. İncə xətt deyik. Buradan bir bucaq. Biraz böyük oldu. Yəni düz bucaqlı 3 bucaqdır. Baxın bu. Elə bilin ki, belə də. Belədir. Burada bu bucaq buradadır. Bura qarşı tərəfdə nədir? V-dir. Burada onsuz da T-dir. Baxın, V-nin T-yə nisbəti bizə təcili verir. Bu da bizə, bu alfa deyil. Qarşıdakı katetin, bitişik katetə nisbəti bizə nəyi verir? Tangens alfanı. Yəni, bir sözlə, buradan belə çıxır ki, alfa bucağı təcillə düz asıdır. Yəni, bucaq harda böyükdürsə, təcil orada böyük olacaq. Ona görə də baxıram ki, bucaq harda? Baxın, burada bucaq budur. Burada 4-də bucaq budur, 3-də bucaq budur. Yəni, getdikcə böyüyür. Ən böyük bucaq harda olacaq? 1-də. Bu boyda olacaq. Baxın, gördünüz. Ən kiçik amma 5-də. Ona görə də, tam tərsini götürdüm.
böyük istəyir deyə 1. 23. Sürətin proyeksiyasının zamandan asılılıq qrafik verilib. Qrafikin hansı hissəsi bərabər yavaşlayan hərəkətə uyğundur? Baxın, 0A hissəsi bərabər yeniləşəndir. AB hissəsi bərabər sürətlə hərəkətdir. BC hissəsi x oxu istiqamətində yavaşlayandır. CD hissəsi, baxın, BC hissəsi olar. CD hissəsi x oxu ilə əksinə yeniləşəndir. DY hissəsi isə yenə də x oxunun əksinə bərabər sürətlə hərəkətdir. Onda bizə lazım olacaq BC hissəsi, o da olacaq C variantı. 24. Düzxətli hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafik verilib. OX oxunun əksi istiqamətində bərabər yeniləşən, x oxunun əksi istiqamətində bərabər yeniləşən hərəkətin qrafiki budur. Əzbər bilir hamı. 25. Cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki verilib. 8 saniyə ərzində cismin sürətini hesablayın. Gəlin sürət dəyişməsi. Bilirik ki, A bərabərdir delta V bölünsün T'dir. Yəni sürət dəyişməsi A vur T'dir. A verib, T verib, amma belə olan halda biz nə bilirdik? Deyirdik ki, fiqurun sahəsi, baxın buranı tapacağım, 8 vuraq 2, 16. Bəxtimizdən, yəni 8-i A vur T'dir, 8-i 2-yə vuranda da eyni fiqur alınacaqdır. Əgər düzxətli, düzbucaqlı olmasaydı, məsələn, trapesiya olsaydı, iş dəyişərdi. Amma burada trapesiyanın olması da biraz imkansızdır. Yəni sırf bərabər təcilli hərəkət olmayacaq onda. X oxu istiqamətində 20 metr böl saniyə başlanğıc sürətlə hərəkət edən cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki verilib. 3-cü saniyənin sonunda bu cismin sürətini hesablayın deyir bizdən. Ümumiyyətlə 3-cü saniyənin sonunda bu cismin təcili yenə də 2-dir. Və başlanğıc sürət yenə də 20-dir. Ona görə də 2 A bərabərdir V çıx V0 böl T üstü 2 bərabərdir. Birbaşa qoyuram yerinə. V-ni istəyir V0 20-dir. Bölək neçənci saniyə dedi bizə? 3-cü saniyə. Bölək 3. V çıxaq 20 bərabərdir 6-ya. V də bərabər olacaq 26-ya. Deməli cavabımız olacaq nə? 26 metr böl saniyənin kvadratına. Sükunət halından düzxətli bərabər təcilli hərəkətə başlayan cisim ilk 5 saniyə ərzində 50 metr yol gedirsə, onun təcilini tap. Sükunət halı nə deməkdir? V0 0-dır. Onda hansı düstur olsun? S bərabərdir V0 T üstə gələk AT kvadrat bölək 2 düsturudur. V0 bu tərəf 0-a getdi çünki V0-ımız 0-dır. Buradan tapsam, mənim təcilimin buradan tapsam A bərabər olur 2S bölək T kvadratı. Yəni 2 vurulsun. S-imiz nə qədərdir? 50 bölünsün 5-in kvadratı 25. Bunlar ixtisar gedir. 2 vur 2 4 olacaq. Deməli bizim təcilimiz 4-ə bərabər imiş. Sonra 28-ci sual. Cismin hərəkət tənliyi, baxın, x bərabərdir x0 plus v0 t minus at kvadrat bölü 2 tənliyidir. Baxın bu. Prosto yerinə qiymətlər qoyublar. V0, x0-ımız 20-dir, V0-ımız 10-dur. Təcilimiz də neçəymiş ki? 2-yə bölünmüş, 2 yoxa çıxıb 2 qalıb yerində 4, mənfi 4 imiş də. Cismin yer dəyişməsini istəyir. Yəni S bərabərdir V0 T nə? Minus. Çünki baxıram ki, hərəkətdə mənfidir. Bu hərəkətə uyğun yol yazırıq da. İşarələr eyni qalmalıdır, mütləq. V0-ımız nə qədərdir? 10-dur. Zamanımız 2-dir. 10 vuraq 2, 20 çıxılsın. A-mız nə idi? 4. 4 vuraq. Zaman 2-dir. 2-in kvadratı 4 bölü 2. Burada 8 qalır. 20 çıxaq 8, 12 metrdir. Vəssalam, 12 metr imiş. Sonra 29. Sürət və təcili müqayisə edirik. Speed 10 metrdən ölçülür sürət. Vektorial kəmiyyətdir hər ikisi. BCD vahidi metr böl saniyədir sürət. Metr böl saniyə kvadratıdır təcil. Vahid zamandakı sürət dəyişməsi də təcilə bərabərdir. 30. Sükunət vəziyyətindən 2 metr böl saniyə kvadrat təcil hərəkətə başlayan cisim 10-cu saniyədə neçə metr yol gedər? Sükunət vəziyyəti o deməkdir ki, V0 0-a bərabərdir. Neçə metr yol gedir? S bərabərdir. V0 t plus AT kvadrat bölə 2-dir. V0 gedir. AT kvadratı bölə 2 qalıb. Deyir ki, cismin 10-cu saniyədə getdiyi yol. Elə bil, təcil 2-dir. 10-cu saniyə 10 vur. Bizdən n-ci saniyədə gedilən yol düsturudur. Baxın, gəlin hansı ilə həll eləyək? SN ilə həll eləyək. SN bərabərdir. A vurulsun 2n minus 1 bölək 2 düsturu ilə.
Bununla həll etsək daha dəqiq olar. 2 vurulsun, 2 vur 10-cu saniyədir deyə bu n-lər hamısı 10-dur. Neçənci saniyə deyirsə 20 çıx 1 19 eləyir. Yəni yazım 20 çıx 1 bölünsün 2. 2-lər ixtisar gedir. 20 çıx 1 nə edir? 19. Cavabımız olacaq 19. Sonra 32. Düzxətli hərəkət edən cismin sürətinin tənlik verilib. Tənliyə əsasən V0 və A-nı təyin edəcəyik. Baxın, V0-ımız bilirik ki, x bərabər x0 plus V0 t plus AT kvadrat bölü 2 tənliyidir. Yəni, T-nin qarşısında olan, yalnız T kvadratı yox ha, T-nin qarşısında olan 3 V0-ımızı verir. Həmişə A-mız da T kvadratın qarşısında olanda, amma 5-dir. Görürük, düsturumuzda bizim bölə 2-miz var, amma burada yoxdur. Neçəymiş? 2-yə bölmüşük, yerində 10 qalıb. 5 qalıb. 10 imiş. 2-yə bölmüşük, 5 qalıb. 33. Qrafiki oxuyun deyir bir sözlə. Yəni, buradan nə görürük? X oxu istiqamətindədir. Yeyinləşir, yoxsa yavaşlayır? Yeyinləşir. Yavaşlayan hərəkət edir? Yox. Yeyinləşən hərəkət edir? Bəli. Bərabər sürətli hərəkətdir? Yox. Bərabər sürətli hərəkət olsaydı belə olardı. X oxu əksinədir? Yox. X oxu istiqamətindədir. Olacaq 2 və 5. 34-cü sual. Düzxətli bərabər yeniləşən hərəkətdə sürətin qiyməti zaman keçdikcə dəyişmir. Yox, ümumiyyətlə, bərabər sürətli hərəkətdə sürətin qiyməti dəyişmir. Burada dəyişir. Sürətin qiyməti getdikcə artır, bəli, yeniləşir. Sürətin istiqaməti zaman keçdikcə dəyişmir. Sürətin istiqaməti, ümumiyyətlə, bərabər yeniləşən hərəkət eləyirsə cisim bir tərəfli gedir. Yəni, x oxuyun istiqamətinə və yaxud da x oxuyun əksinə hərəkət eləyə bilər. Ona görə də sürətin istiqaməti zaman keçdikcə dəyişir. Çünki bu bərabər sürətli hərəkət deyil. Bərabər sürətli hərəkətdə sürət istiqamətcə və qiymətcə sabit qalır. Burada dəyişir. Həm qiymətcə, həm istiqamətcə. Və sonda təcil sıfıra bərabərdir? Yox. Ümumiyyətlə, bərabər təcil hərəkətdə, yeyinləşən, yavaşlayan hərəkətdə təcil var, sadəcə sabitdir. Ona görə də olacaq 2, 4 və 5. Düzxətli bərabər yavaşlayan hərəkətdə sürət və təcil eyni yox. Bərabər yavaşlayan hərəkətdə mütləq əks istiqamət olmalıdır. Eyni istiqamət olsa yeyinləşən olardı. Bir-birinə perpendikulyar yönəlirmi? Yox. Təcilin istiqaməti zaman keçdikcə dəyişmir. Bəli, bərabər təcil hərəkətdə təcilin istiqaməti zaman keçdikcə dəyişmir. Həmçinin təcilin qiyməti də zaman keçdikcə dəyişmir. 2 və 4. Sonra